Deməli dedi ki, o nədən asılıdır? O asılıdır sənin halından, sənin nastroyenundan, iştahandan asılıdır ki, sən onun neymətinin ləzzətini ala biləsən. İndi burada eyni ilə sən Quran oxuyanda sən hansı elmdəsən, sən hansı nastroyendəsən, sən hansı fikirlərdəsən, düşüncələrdəsən, xasiyyətdəsən. Bunların hamısı önəmlidir. Bu o demək deyil ki, mən 10 il bundan qabaq oxuduğum Quranla indiki oxuduğum Quran eyni hissləri keçirdirəm. Eyni hissləri keçirtmirsən. Burada fərqli olaraq başqa bir hisslər var. Burada fərqli olaraq başqa bir ləzzət var. O ləzzəti dadmaq üçün siz də onu oxumalısınız ki, o ləzzəti, o hissləri siz də özünüzdə hiss eləyəsiniz. Və bu aiddir o dediyim kimi meyvələrə də onu şamil eləmək olar. Məsəl üçün meyvələrdə eyni alma ağaclarıdır, yaxud armud, yaxud deyək vişnə, gilas və s. Amma növləri fərqlidir. Amma ola bilsin də ki, eyni yerdə bir-birindən aralı 1 metr, 2 metr, yaxud sənin həyətində, yaxud mənim həyətimdə sən onu bir cür bəsləyəsən, mən bir cür bəsləyim. Mən onu başqa cür qulluq edeyim, sən başqa cür qulluq edəyəsən. Amma eyni növdür. Mən ona cürbəcür kübrələr vereyim, ondan sonra suyunu vaxtında vereyim, vaxtında budayım, vaxtında dərmanlayayım, onu qurtlar, həşəratlardan qoruyayım və s. Kübrələrini verim, vitaminini vereyim. Ondan təmiz başqa bir dad, vitaminli bir meyvə ala bilərəm. Sən ola bilər başqa. Hansı ki, eyni ağacdır. Hələ mən demirəm ki, həmin o almanı yetişsin Qubada, yetişsin qeyri bir şeylərdə, regionlarda. Deməli, bu sən deyə bilməzsən ki, mən meyvəni, hətta eyni meyvəni eyni ağacdan dərib, bugün yesən, ola bilər sabah yesən, eyni fərqi hiss eləməyəsən, eyni dadı hiss eləməyəsən. Görəsən ki, fərqli bir. Niyə? Çünki sən burada başqa idi, orada başqa halda, iştahada. Məsələn, oruç tuturuq, orucluqda o qidalar, o su daha effektiv olur. Dadını daha gözəl neymirsən, hiss edirsən, ləzzəti alırsan. Nəinki adi gündəlik oruç olmayan bir halda yediyin təmiz fərqli bir dad və fərqli bir hal olur. Adi bir hal olur, adi bir dad olur. Amma oruç günü, oruç zamanı, Ramazan ayında sən daha böyük bir ləzzət alırsan o sudan. Bəlkə suzluyursan, indi yay aylarında oruç tutanlar daha yaxşı bilir. Yay aylarında çətin bir, məsəl üçün bəziləri işləyir, bəziləri susuz əziyyət çəkir. O sonra ilk iftar açılan kimi saatlarla saniyələri gözləyir ki, o iftarı açsın, o suyu götürsün, onun hər qurtumundan bir gözəl bir ləzzət alır. Hansı ki, gündəlik o suyu oruç tutmayanda Ramazan ayından digər aylarda olan günlərdə, oruçsuz olan günlərində həmin suyu içirdi, heç bilmirdi ki, o suyu içmir. Sadəcə suyu içirdi və salam. O yeməyi qoyurdular qabağına, yeyirdi, ya yemirdi, yarımçıq yeyirdi, durub gedirdi. Amma oruc vaxtı hamısı girir, baxır neymətlərə, nə bilim, nə pişirim, nə ineyim, hansı menuları artırım, hansını qatım, bu gün nə pişirim, sabah nə pişirim, nə bilim, hansı gedir, meyvə şirələri daha çox bol alır, onu, bunu. Niyə? Çünki o qədər o eləyir. O hissiyat onda şişir, böyüyür və ona görə o daha böyük ləzzəti o zaman başlayır almağa. Nəinki gündəlik halda. İndi burada demək Allah buyurdu ki, ey inam gətirənlər, yazıldı sizə oruç sizdən əvvəlkiləri yazıldığı kimi, bəlkə siz çəkindiniz. Demək, inam gətirənlər ayırd elədik, yazıldı oruç sizdən əvvəlkiləri yazıldığı kimi. Biz bildik ki, bizdən əvvəlkilərə nə oldu? Yazıldı. Yazıldı, onlar da oruc olublar. Amma sonra, necə ki, Qurandan əvvəl qiblə vardı, hamısı Qüdsə çevrilib istiqamətə namaz qılırdısa, sonra üzlərini çevirdilər Kəbəyə. Və Kəbənin çevrilməsində də burada bir məntiq vardı, burada bir məna vardı. Nəyə görə çevrildi? Bu ona görə çevrilmədi ki, deyək ki, burada bir qeyri-adi bir şey var, nəsə burada, bu pisdir, bu yaxşıdır, mövzusu deyil, yox. Mövzu odur ki, Allah deyir ki, biz sizə sınaq etdik. Ayırt edin, münafiqlə müsəlmanı, ayırt kim tabi olur Allaha, onun rəsuluna, ayələrinə, kim tabi olur, kim tabi olmur deyə ayırt etmək üçün deyir, biz istiqaməti dəyişdik ki, görək ki, kim əgər ərəb dilini bilən oxusa onu, baxıb görəcək ki, orada pəncəsi üzərində arxaya qaçıb gedən, asta-asta o namaz ki, yığılırlar, qılırlar, münafiqlər deyir, nə, qiblə də dəyişdi, nə danışsan, nə deyərlər mənə, kim nə deyər, o nə olar, bu nə olar, necə ki, mən bu şəfaət mövzusu haqqında hələ rolikim çıxmayana qədər part-apart abunə olurdular, sonra şəfaət mövzusu çıxandan sonra 7-8 nəfər birdən-birə abunəçilikdən çıxdı, qaçdı, qoxdu.
Çıxdı aradan. Vay şəfaəti nə danışsa, elə bilərlər mən də ondanam, elə bilərlər mən bundanam deyib qorxub bəziləri çıxmağa başladılar. Hətta mən demişdim ki, özüm də demişdim ki, bu şəfaət mövzusunu mən ilkdən başlasam danışmağa, birinci rolik eləsəydim, heç bəlkə gəlib 380-ə gəlib çıxmaz, 388-ə gəlib çıxmazdı ki, onun 381-i qalıb. 7 nəfər onu qulasan kimi dərhal tərk elədi abunəliyi, çıxdı oradan. Ki, birdən fikirləşərlər, deyərlər ki, bu filan kəslərdəndir. Hansı ki, biz burada firqə yaratmırıq. Bu Allahın kitabına dəvət edir. Allaha və kitabına dəvət edir və salam. Və heç kimə məcburi deyil. Kim istəyir Allahın izni ilə abunə olsun, kim istəyir olmasın, kim istəyir baxsın, kim istəyir baxmasın. O hər kəsin şəxsi işidir. Heç kimə məcburiyyət yoxdur. La ikraha fid-din. Yoxdur dində məcburiyyət. Allah qoysa inşallah axirətdə görüşərik. Axirətdə görüşərik, baxarıq, görərik ki, şəfaət nə idi, nə deyildi. Baxarıq ki, Allahın kitabına dəvət nə idi, nə deyildi. Allahın vahidliyinə, birliyinə dəvət nə idi, nə deyildi. Mən əsas odur ki, əlhamdülillah, mənim vəzifəm Allahın ayələrini deyib çatdırmaqdır ki, Allah Quranda deyir ki, məgər içərinizdən sizə Allahın ayələrini oxuyanlar gəlməmişdir. Bu, rəsullara da şamil olunur. Rəsullardan qeyrilərinə də şamil olunur. O demək deyil ki, ancaq peyğəmbərlər oxumalıdır və salam. Sən məsəl üçün günlərin bu günü deyərsən ki, yox, qiyamət günü deyərsən ki, yox, Allahım bizə gəlməmişdir. Mən doğulanda Məhəmməd peyğəmbər 1500 il məndən öncə olmuşdu və mənə oxuyanlar gəlməmişdi deyə bilməzsən. Niyə? Çünki sən bugünkü internet vasitəsilə, digər vasitələrlə Allahın ayələri sənə gəlib çatır. Ayələrini oxuyanlar, rəsullar da var burada, qeyri-rəsullar da var. Müsəlman, adi müsəlman da ola bilər. Sənə Allahın ayələrini desin, oxusun, uyarsın. Sən ailəvə oxuya bilərsən, uşaqva, yoldaşva, dostlarva, qohumlarva, insanlara, millətivə deyə bilərsən ki, bu haramdır, içkidir, haramdır, içməyin, qumardır, oynamayın, zinadır, yaxınlaşmayın və faizdir, yeməyin və s. bir çox ayələr var. Məsələn, sən bunu xüsusi oturub mən gözləməliyəm, ya hansısa bir Allahın elçisi gəlməli idi ki, gəlib bu ayələri mənim ailəmə, insanlara bir-bir desin. Yox, ehtiyac, kitab nəyə görədir? Əgər bu vaciblik bu olsaydı, Məhəmməd peyğəmbər indiyə qədər yaşamalıdır və yaxud Məhəmməd peyğəmbərdən sonra yenə peyğəmbərlər gəlməli idi ki, Məhəmməd peyğəmbər sonuncu peyğəmbərdir. Düzdür, iddia edirlər sonuncu olmamasını. Kimlər iddia edir? O kəslər ki, deyirlər ki, hələ İsa peyğəmbər gələcək. İsa peyğəmbər gələcəksə, onda Məhəmməd peyğəmbər sonuncu olmadı ki. Onda belə çıxdı ki, Məhəmməd peyğəmbərdən sonra hələ sonuncu İsa peyğəmbər olmalı. Çünki gələcək, yaşayacaq, hədislərə görə gəlib yaşamalıdır. Sonra onu bastırmalıdırlar. Ölməlidir, onu bastırmalıdırlar. Ki hansı ki bu mövzunu 5-ci suranın 17-ci ayəsini mənə kommentariyada hansısa bir qardaş yazmışdı ki, açıqlamasını. Üzürlü sayısı, mən inşallah onu açıqlayacağım. Denk gəlməyib vaxt, indi mən bunu bitirəndən sonra onu açıqlama verəcəm. Ki, İsa'nın gəlmədiyinə, yalnız gələcəyinə, haçan qiyamət günü, axirət günü gələcəyinə, ondan öncə gəlməyəcəyinə mən dəlili verəcəm Allahın kitabı ilə. İndi bunu da işlənlər görərsən ki, 10 dənə, 20 dənə də abunəçilər qaçacaq. Qaçın. Əlhamdülillah. Kim səmimi deyilsə, kim istəmirsə, inanmırsa, heç kim məcbur eləmir. Əlhamdülillah. Kim üzdən mən müsəlmanam deyib, arxadan zərbə vuracaqsa, bu başdan əvvəl geçsin, işi ilə məşğul olsun, qaçsın, o uzaq olsa daha yaxşıdır. Amma şahid olacaq ki, bayaq dediyim kimi ki, içərilərindən bizim ailəmizi sizə oxuyanlar gəlməmişdimi? Sonra deyərsən, yox, gəlməmişdi, mənə gəlməmişdi. Mən doğulanda 1500 il bundan öncə, məndən öncə Məhəmməd peyğəmbər sonuncudur, vəfat eləmişdi, artıq mənə gəlməmişdi. Deyə biləcəksən, yox. Niyə? Ona görə deyə bunu bilməzsən, çünki sənə ailə gəlmişdi. Deyə, bu Quranın ailələri gəlib sənə. Və belə bir insanlar var ki, əlhamdülillah, Allahın ailələrinə dəvət edir. Laqeyd yanaşmır. Ailəsini, uşağını, dostunu, qohumunu, insanları dəvət edir xeyr əmələ, salihliyə, fitnə fəsaddan, şeytanın əməlindən, dünyadan uzaqlaşmağa, pis şeylərdən uzaqlaşmağa, fitnə fəsaddan və Allahı tanımağa, ona şirk qoşmamağa, ona xidmət etməyə çağırır. Və Allah Quranda deyir ki, belə bir insanlar olacaq. Allah Quranda bunu xəbərdar edir, ayələr var. Ki, Allahın haram olan şeyləri yasaq, qadağan edənlər, Allahın əmr etdiklərini əmr edənlər, uyaranlar olsun aranızda deyir. Olacaq aranızda deyir. Əlhamdülillah. İndi biz Allaha xidmət eləməyə çalışırıq. Narkomaniya basıb hər yeri, fitnə, fəsad, böyük kiçik bilməmə, ədalətsizlik, zina,
nə bilim, vesaire bir çox mundar, pis şeylər hər yerə yayılıb saçılıb. Hansı ki, və get-gedə daha pisə gedir. Bunun qarşısını almaq üçün müsəlmanlar çıxmalıdır ortaya, Allahın ayələrinə çağırıb, Allaha çağırıb onları bu yolla qorxutmaq lazımdır. Bu yolla çəkindirmək lazımdır. Ya o yolla yox ki, sən filan kes, filan firqədir, sən ona qulaq asma, filan ki, qulaq asma deyənlər o şeydə o firqələrin hocaları var, bəzi hocaları otururlar, şeyxləri xırdalayırlar ki, filan keslər Quranidir, filan keslər filan kesdir, xəbaricidir, mənim kimlərdir, onlara qulaq asmayın deyənlər var. Axirətdə sizinlə görüşəcək inşallah Allahın huzurunda. Baxarıq kim xəbarici idi, baxarıq kim idi. Allah Quranda deyir ki, iftira atmayın, ləqəblə çağırmayın, pis ləqəblər deməyin, qınamayın. Ola bilsin o qınayanlar var ha, qınadıqları var ha, o qınadıqları qınayanlardan daha xeyirli olsun. Sonra axırda nə deyir, onu diqqətlə oxuyun ayənin sonunu. Deyir ki, həqiqətən inam gətirəndən sonra fasik adını qazanmaq necə də pisdir. İftira yaxmaq lazım deyil. İnşallah kim olduğunu Allah axirətdə göstərəcək bizə. Orada görüşərik. Mən əlimə Allahın kitabını alıb gələcəm ora. Əlimə belə almasam da, buradadır hamısı. Buradadır hamısı qəlbimdə. Bu qəlbimdə olan, beynimdə olan ayələrlə mən orada deyil. Sən niyə bu söz demişdin? Falan sonra falan ayəyə görə. Və sən niyə demişdin? Allahım, mən bir dənə kitab vardı orada, sarı idi, yaşıl idi, göy idi, qara idi, onu oxudum, orada belə yazılmışdı. Kim idi müəllifi? Müəllifi bilmirəm, nəsə belə bir əmmaməli, saqqallı, falanlı, bəşmə. Biz şəkilə, vidə, fasona yox. Bizə nəyə tabi olmalıyıq? Əməllərə, salih işlərə, dediyimizi icra eləməliyik. Yoxsa ki, boş-boş çıxaq, reklam eləyək ki, mən reklama ehtiyacım yoxdur. Mənim 46 yaşım var, mən burada çıxıb, nə bilim, pul qazanım, nə bilim, reklam olunum, məşhur olum, məndən nə olum, işim gücüm qutarım mən. Allaha and olsun, vallahi, billahi, tallahi. Yalnız Allahdır məni bura çıxardıb dəvət elətdirəm. Ki, mən çağırıram ki, milləti görürəm və borcumdur mən Allaha, Allahın vahidliyinə və onun kitabına dəvət edirəm. Cavanların halına baxıram. Narkomaniyasına baxıram, narkomanlar, ondan sonra fitnə fəsad edənlər, bir çox mundar yolla gedənlər getdikcə də artır. Bunun artışının səbəbi nədir? Səbəbi odur ki, bir-birimizə bir müsəlman bir adını verdi Allah bizə, bir ad verdi. Demədi parçalanın, bölünün, bir-birinizi qırın, bir-birinizin qeybətini qırın. Onu elə demədi. Dedi ki, bizə ki, neyləyin? Allahın kitabı ilə. Allahın kitabına Məhəmməd Peyğəmbərə deyir ki, sənə nazil olunana tabi ol. Və onların arasında sənə nazil olunanlarla, sənə vəh olunanlarla deyir. Nə et? Aralarında mübahisəni həll elə, hökm et və hökmü ver. Nə ilə? Ağlınla demir, ayələrlə deyir. Özünə Məhəmməd Peyğəmbərə deyir, tabi ol. Amma sənə yox, sənə tabi olmaq yox. Sən yemisən, buğlanı çıxmısan cənnətdən, sən şeyxsən, alimsən, sən hər şeyi bilirsən. Sən ehtiyacın heç yoxdur Quran oxumaq. Allaha and olsun, o iddia edib meydan oxuyanlar ki var, deyir, bu Quranıdır, bu falan, bu. Gəlsin, otursun üzbəüz mənlə, otursun Allahın kitabını açaq, başlayaq danışmağa. Yəni, nə mənada danışmağa? Yəni, Allahın ayələrindən. Baxaq görək ki, onun Allahın ayəsindən biraz elmi var. Quranı mən şübhə eləyirəm ona ki, o başdan ayağa bir dəfə oxuyub. Oxuyubsa da üzdən hansı ağılla, hansı fikirlə, test bazar, hədisləri əzbər biləcək. Amma Allahın kitabına heç yaxın belə gəlməyəcək. Bəyənməyəcək. İndi Allahın kitabına mən dəvət edirəm, əlhamdülillah. Və salam, Allahın vahidliyinə və kitabına dəvət edirəm. Və salam, ondan başqa mənim bir dərdim yoxdur. Və mən buradan heç nə güdmürəm. Sadəcə Allaha olan xidmətimi edirəm. Kim istəyir, əlhamdülillah. Qulaq assın. Kim istəmir, başıma dönüm. Abunəçilik bir dənə knopka da orada, düymə. Tıklasın, bassın, çıxsın. Geçsin işinə məşğul olsun. Geçsin, hara istəyir abunə olsun. Qulaq asın, qulaq asmasın. Heç kim məcbur yoxdur ki. Biz burada nə deyirik? Deyirik, içki içmə, haram yemə, zina eləmə, oğurluq eləmə, adam öldürmə, zülm etmə, fitnə fəsad törətmə, Allahın şərik qoşma. Biz bundan danışırıq. Başqa şeydən danışırıq biz. Buna dəvət edirik. Bu da xilasdır. Millətimizin xilası budur.